Viral infeksiyalarda antibiotik qətiyyən uşaqlara təyin olunmur. İnci balamız bir həftə bundan əvvəl yüksək qızdırma şikayəti ilə klinikamıza gəlmişdir. Müayinə etdik, analiz götürdük. Məlum oldu ki, virus infeksiyasıdır. Ev şəraitində müalicə təyin etdik. İncidə temperatur 5 gün oldu, yüksək temperatur. Temperatur düşdükdən sonra isə incinin bədəni, üz, qarın, kürək nahiyəsində kiçik nöqtəvari səpgilər oldu. Bu infeksiya rozeola infeksiyası adlanır. 6-cı xəstəlik də deyilir. Bu xüsusən 6 ay 2 yaş arası uşaqlarda görülən bir virus infeksiyasıdır. Keçirici bir infeksiyadır. İnfeksiya əsasən 3-5 gün yüksək qızdırma ilə keçir və qızdırma düşdükdən bir sutka sonra isə belə səpgilər yaranır. Bir nöqtəni qeyd etmək istəyirəm. Valideynlər təlaşa düşür. Belə bu yaşlı uşaqlarda antibiotika başlayırlar. Yəni bu düzgün bir təyinat deyil. Əgər sizin uşağınızda belə yüksək temperatur müşahidə edirsinizsə, bu temperaturu maksimum 2-3 gün şəraitində izləyirsiniz və əgər görürsünüzsə düşmür, mütləq həkimlə danışmalısınız.